Baxırsan anlama görmürsən, görürsən amma düşünmürsən. Gözləri yox qəlbləri kor olur, qəlb kör oldu da görmürsən. Baxırsan amma görmürsən, görürsən amma düşünmürsən. Gözləri yox qəlbləri kor olur, qəlb kör oldu da görmürsən. Bir var baxasan, bir var baxdığını görəsən anlayasan. Gözlə baxdığınsı torpaqdaş, hər birində var sirli yaddaş. Özlüyündə danışır, ağıl edən anlayır. Baxmaq kifayət deyil, görmək kifayət deyil. Düşünmək lazımdır, anlamaq lazımdır, Quran deyil. Ətrafına göz gəzdir, hər yarda hesablanmış nizamdır. Yaradılışı anlamaq üçün yerə göğe keçmişə baxmaq lazımdır. Quran deyir, insanın cövhəri ağıldır. Dostlarsa deyir, tarix nağıldır. Əsas ağıl deyil, ərəbdən gələn nağıldır. Yaradılışı anlamaq üçün dəvi heyvana bax deyən Qurandır. Dağa göğe yerə özünə bax deyən Qurandır. Özündən əvvəlkilərin aqibətini anlamaq üçün tarixə bax deyən Qurandır. Dostlarsa deyir, tarix nağıldır. İndi deyin bu nə məntir, nə ağıldır. Quran deyir edin sorğur düşünməkdir tək doğru. Quran düşünməyənlər üçün deyir gözləri kör olmur, sinələrdəki qəlblər kör olur. Yəni ki kör qəlblərdə kör ağıl olur. Yəni ki kör qəlblərdə kör ağıl olur. Baxırsan amma görmürsən, görürsən amma düşünmürsən. Baxırsan amma görmürsən, görürsən amma düşünmürsən. Demək ki dəvənin dağın yerin göyün necə yaradıldığını görmək üçün ətrafa keçmişə baxmaq lazımdır. Görmək üçün lazımdır, göyə baxmaq lazımdır. Kosmosun ulduzların sirlərini duymaq üçün yerə baxmaq lazımdır. Dağın dərənin çayın hekayəsini oxumaq üçün tarihi arxeologiyanı bilmək lazımdır. Özlərindən əvvəlkilərin sonunu görmək üçün çünki daşlar danışır, külək xəbər verir, torpaq unutmur. Oxuduqda danışır. Baxırsan amma görmürsən, görürsən amma düşünmürsən. Gözləri yox bərabər kor olur, qəlb kor olduqda görmürsən. Baxırsan amma görmürsən, görürsən amma düşünmürsən. Gözləri yox bərabər kor olur, qəlb kor olduqda görmürsən. İndi soruşuram inanaq Qurana, yoxsa insan məzəbinə. Baxaq Tanrının yaradılışına, yoxsa inanmağı insan əzbərinə. Evəyə baxaq, dağa baxaq, yerə göyə ulduzlara baxaq. Öz yaradılışımıza baxaq, yoxsa rəvayətlərə inanıb tarixi unutuq. Quran dəfələrlə deyir ağıl et düşün. Dostlarsa deyir gözünə ərəbdən nağıl edim. Quran deyir bax gör düşün. Dostlarsa deyir məqsədlərdən fərqli düşünsək dağılar deyir. Quran deyir bax gör düşün. Dostlarsa deyir